Gəldim evə, belə qısa bir bazarlıq eləyib yoldaşım. Gəldim gördüm nələr alıb. Deməli, qəşəng isti təndir çörəyi, təriymiş çörəyi. Bərəkətinə qurban olun. 2 dənə belə təndir çörəyi alıb. Ciyər alıb. Belə ciyər. Burada ne var? Yumurta. Daha sonra merci, qırmızı merci. Dən belə kalbasa, çəki ilə satılır. Toyuq yerində belə qırıb satırlar. Daha sonra almarketdən nə alıb? Hə, makaronu özüm demişdim. Makaron. Biz uşaqlar sevir qatıqla. Belə bir dənə duru yağ. Daha sonra belə verməşil. Bir dənə də verməşil. Qovrulmuş verməşil. Savello. Çilit. Bunlar nədir? Heç bunu deməmişdim. Yaxşı ki alıb. Bu nədir? Hə, şəkərli vanil. Bu belə. Hə, bu yenə var. Bunlar, hə, qabartma vanil. Qabartma tozu vanil alıb. Daha sonra burada konfetçi. Konfetimiz yox idi. Enjoy. Bilmirəm, yeməmişəm bu konfetdən. Bu da mənim sevimliyim. Mən ancaq bundan alıram. Çox xoşduram ondan çay içməyi. Düyün. Düyün də deməmişdim, yəqin görüb alıb. Belə 2 paçka yağ. Möcüzə yağı. Daha sonra burada da un var. 2 kilo un. Aldıqları bu qədər. Nə var idi yerləşdirdim. 1-2 dənə qalıb. Onları da istəyirəm burada yığam. Bura qarışıb. Həmişə kimi. Bu qabda saxlayıram mən. Bir tek açacağım. Belə. Axşamda yorulmuşam. Amma yenə də işlərimizi görməliyik. Belə qabartma, vanil. Bunlar da belə qarışıq qoyuram. Burada biri də var imiş. Oy, qoyaq. Koyum yerine. İşığı qoşmamışdım. Deyirəm də nə qaranlıqdır. İşıq olmayanda qaranlıq olur. Belə bunu yığdıq. Ay Allah, bura niyə qarışıb görəsən? Düyün baxın, nə az qalmışdı. Biraz səliqəsi alın buranı. Belə. Düyünü açacağım. Uşaqlar oynuyor koridorda. Yumru düyü. Bu kapta da biraz var. İstedim bunu da taşıyalım üstüne. Belə dəfnə yarpağı atıram içine ki fırsat olmasın.
Olmaz ya, amma yenə də. Qoyduq ora. İçində yoxdur. Buna da mərcini tökək. Mərcini də tökdük. Bu da mərcimiz. Bilmirəm, adatdırarım. Belə yox. Düyümüz. Daha sonra kakos da az qalıb. Almalıyam. Belə. Burayla da işimiz qutardı, yığdım. Artıq yorulmuşam, başqa heç nə iş görmürəm. Görməyəcəm. Bir də özümə çay süzüm. Daha sonra dincəlmək saatı edək. Siz buna baxın. Siz buna baxın. Ay can. Götür deyir məni. Ay Allah, buna mən qurban olum. Gəlmə də. Gəldin. İşıq düşür buradan. Belə su da gəlmir. Xırdalanda yağış yağdı, sular kəsilir. Sabahınız xeyir xalalar, biz durmuşuq. Apardım Aylinə məktəbə. Bu qızlar da burada. Bu qızlar da burada. Nə deyirlər? Atası dənizə top alıb. Bir də mən bugün bir-iki şey almışam onlara indi gələndə. Deyirəm ki, hə, açın belə elə. Birdən açırdı dənizçi, deyir ki, mama sən niyə Ailişə nə alınırsa göstərirsən, bizə aldığını göstərmirsən, ayrımcılıq eləyirsən. Buna baxın. Dedim gəlin. Bu qızlar Aylin, yox, Dənizin. Nətər baxır. Dənizin yeni topudur. Atası sər-sər atası işə getmədən onu yaxalayıb və onu aldırır. Belə voleybol topudur. Dənizin voleybola həvəsi var. Və onların məktəbində də voleybol kursu keçirilir. Bugün gedib danışacağım. Mən əslində istəmirəm, çünki Dəniz bir-iki dəfə qolu sınıb. Həm də ki, nə bilim, nə yalan deyim. Qıza uyğunlaşdırmıram, amma idman növü kimi istəyir Dəniz. Çox az bir müddətdir danışmışıq. Hələ ki, atamız razı deyil. İndi bugün inşallah gedib müəlliməsi ilə danışacağım bəlkə. Görüm, yəni də heç görməmişəm. Görüm nə olacaq. Uyğun olsa gedəcək. Uyğun olmasa yox, bu sevdadan vaz keçəcək. Belə bir də mənim mənəvi qızım Zuzkanın belə bir ona koruma almışam. Zuzkaya bir də bu yeməkləri yeni kəşf etmişik. Problans. Bunlar həmişə oxuyuram dəqiqliyi ilə. Orada alanda xanım var, mənə baxıb gülür. Deyir, elə oxuyursunuz. Deyirəm, ona ziyanlı bir şey olmasın da. Dana əti və quzu ətidir. Biz heç vaxt dovşan əti vermirik də. Yəni, bilirsiniz ki, bir çox pişik yeməklərinin tərkibi dovşan ətidir. Biz yəni heç vaxt vermirik. Biz özümüz də yemirik. Biz belə, yəni heç vaxt vermirəm. Yəni, çalışıram ya toyuq əti olsun, ya dana və quzu əti. Bunlar da o tərkiblidir və çox yaxşı yeməklərdir. Vitamindən zəngindir. Ona görə artıq bu firmaya Felix alırdıq həmişə. Amma artıq buna keçmişik. Bu yeməklər yaxşıdır. Karo ürəklidir. Bir də tərəvəzli qarışdırmışam içinə. Həm tərəvəzli, həm korum ona bu qədər bəs eləyir. Həm onun bankası var, ona tökürük.
həm də ki, şeydir, çox alanda elə bilirəm ki, belə ətri, belə o dadı qaçır da. Belə həmişə 3 günlük alıram. 3 gün bəs eləyəcək bunlar, yenə alacağam. Belə, yaxşı, sən açmaq istəyirdin. Aç, bu Ailişin butulkasının, su butulkasının bir başqa növüdür. Bunu bilənlər bilir. Mənim Rufuşum, ürəyim podruqam var. Onun qızı üçün almışam. Qızlarımız bir sinifdə oxuyur. Yəni Ailiş üçün alanda ondan eynisini istəyirdim əslində. Eynisi qismət olmadı. Belə aldım. Bu da qəşəngdir. Qızımın üzü həmişə gülsün inşallah. Bu da belə. Bu da bu da Dənizgilə almışam. Belə bir sırğa dəstidir. Deməli, bölüşüblər. Bu mənimdir, bu mənimdir, bu mənimdir. Yox, bu Dənizindir, bantikli. Bu Dənizindir, bu ürəkli fidanın, bu ağda fidanın. Belə onları almışam. Belə taxsınlar inşallah. Ver. Sonra bir də belə zajam almışam onlara. Bu ağ mənimdir. 12 ədədli. Belə 12. Mən elə 10 bilirdim. Evə gələndən sonra inansız dəniz sayıb bilmişəm ki 12 ədəddir. 2, 4, 6, 8, 10, 12 ədəd belə var. Kifayət qədər də yəni var böyüklükdə, yəni çox xırda deyil. Bir də belə bir də belə almışam onlar üçün. Başqa nəsə qalıb. Bir də və Ailişi baxmayaraq ki, Ailişə ən çox hədiyyə alınır. Ailişi unuda bilmərəm. Bu da Ailiş üçün qələm. Oy. Belə yazılır. Bunu yuxarı çəkib çıxartmaq da olur. Çıxartmayıb belə də istifadə etmək olur. Təbii ki, məktəbə yox. Ancaq evdə istifadə panda. Planşetinin qələmi də ağ rəngdədir. Ona görə ağ rəngdə götürdüm ona, pandalı Ailiş üçün. Dənizgilə belə şeylər, nə bilim, artıq böyüklərdə onlara bujuteriya. Ala bilərsən. Başqa şeylər. Belə. Bu da xırda qızlarım üçün aldıqlarım. Açaq baxaq. Aç. Nə gözəldir, adamın əlində ancaq oynatmağa gəlir. Buradan aç da, buradan yeri var. Paketdə qalsa daha səliqəli qalır. Ona görə belə qoymaq üçün. Bunu Ailinə seçirəm çünki Temudan çox gözəl ona paltarlar vurmuşam. Gəlsin inşallah sizə göstərəcəm. Bu rəngdə paltar vurmuşam ondan taxmağa. Bir də qara lazımdır Ailinə. Ya qara ya da kariçinivi. Kariçinivi belə var. Ya da belə var deyə. Baxın. O gedər. Onu da ver. Belə. Dördümüzə böldük belə. Bölündü xalalar. Bu 4 dənə Ailişin oldu. Mən istədiyim rəngcə bunlar deyə, mən həmişə koyu rəngdə. Bu 4 kimindir? Dənizin. Bunlar da Fidoşkanın. Bunu götür. Saçmaq çox deyirəm. Bunlar da Fidoşkanın oldu. Fidoşkanın da bu rənglər. Aha, indi sırqanı aç taxın. İndi sırqanı açaq. Evet, indi bunu açırıq. Öz dilimizə danış. Mən sevdiyim rənglər dedim, koyu rənglər. Bomba! Baxın, belə canlı daha qəşəngdir xalalar, baxın. Belə indi açaq baxaq görək. Sən özünkün tax. Mən 2 dənə. Mən hansını taxa bilirəm? Bilirsən nə edək? Bunu belə qayçı ilə kəs belə. Fidanınkini ver özünə. Sən də özünki belə qutuda saxla da. Qutuda yox da, yəni belə asılı qanlı saxla. Onsa mücrüvə yuxarıyacan. Yox, qabımız var. Necə istəyirsən kəs. Çıxart, tax baxaq. Yox, neynirsən? Öz dovşanlı qabım var ya, ona yığ. Çay hələ olmadı. Yoldan sizə yapmışam ki, mənə çay qoyun. Hələ mənə çay verməyiblər. Qızım, adi çıxart, kəsmə. Yox, belə çıxardıram da, belə çıxardım. Mama, bu gün məktəbə taxa bilərəm. Yox, məktəbə. Məktəbə qoymurlar axı. Tax da, indi tax baxım, xalalara göstərək. Bəs bunu taxa bilərəm. Belə taxmaq istəyirəm. Dəniz ürəyim üzüldü. Arxasını bağlamasan da olar, onsuz da. Axı dışarımın çıxarı. İstə mən bağlayayım. Bağla. Qalx gəlsin də. Baxın. Bunu belə görsəndə. Tam mənim tarzım.
Aha, bir dənə də mişqalı taq. Cürək arasında ne kadar var. Birini də o birisine taq. Bu takmışam ki. Güzel. Deyəsən. Baxın. Bak takmışam. Bu da belə xalalar. Bax, yox, dur qızım, yana dur. Bu da belə. Bu belə mişqalı, Görsənir bədənini. qaşlı, qəşəng, hə, görsənir. Bu da belə. Hərəsin bir qulağına. Bunlar. Onlar da saç var. Baxın. Ha. Böyle takaq. Yok böyle. Birisine takmak lazımdı. Hə, qəşəng görsənir. Pis görsənsə də üzülü sayır. Yox, yox, qəşəngdir. Bunu da takacaq. Məktəbə falan günündə takarım. Yani indi taxam mən. Baxın. Fidan biraz qulağı ağrıdı. Neyse kremzat çəkdim. Bu da Fidoşun. Belə. Onu görüblər. Nəhayət çay qaynadı. Mənə çay süzüblər. Bu oğlumla içim çayımı. Ondan sonra uşaqlar hazırlaşsın. Onları aparacağım məktəbə. Yenə videoda bir yerlərdə görüşərik. Bilmirəm harda qalmışıq. Yeni çəkirəm. Belə axşama verməşil bişirmişik. Qəşəng. Verməşil. Uşaqlar verməşil istər. Aha, xalalar sizə məlumat çatdı. 2 litrdə süt almışdım. Bunu qoymuşuq. Qoydum birini xalacayınki, birini belə saxladım. Sıyıq, süddaş, nə bilim. Sizin zonada nə deyir? Bizdə mama sıyıq deyirik də, ha? Sıyıq, Ha, sıyıq deyirik. Biz Şamaxlılar sıyıq deyirik. İndi bu biraz açılsın. Sıyıq bişirəcəm. Bir də sütü. Yox, 5 dəqiqə açılacaq. Sıyıq bişirəcəm bu qız üçün. Bu qız üçün sıyıq bişirəcəm. Gecə vaxtı. Verməşin töküm indi yeyirsiniz. Sıyıq bişənəcən acacaqsınız. Belə. Ben istəyir qəşəng. Bunu çəkeyim. Aylin, o topu elə eləmə. Bəsdir. Hə. O çox oldu ama. Ne verirsen? Yok yok uyanırsın. Yok. Az töküm biraz. Qatar. Qatar. Qatarı yapmıyorum. Onlardan Və xalalar, biz keçdik, verməşildən keçdik sıyıq bişirməyə. Düyümüzü də tökmüşük, sütümüz qaynadı. Bu qız burada bişirir. nasıl pişiyoruz? Bu videoda xalalara salam demisən sən. Ben de salalara görüyorum bu videoda. De, xalalara salam. Salalara ses. Sıyığımız da bişsin. Artıq saat 10'un yarısıdır və saat 10'un yarısı sıyıq. Olamaz. Olamaz. Onun yarısı sıyıq zamanı. Ne yapayım arkadaşlar? Benim canım sıyık çekti. Ay aşkım. O yüzden ben sıyık pişiriyorum. Qoy qaynasın. Qəşəng pişsin. Sıyığımız pişdi artıq. Hazır oldu. İndi çəkim uşaqlar yesin.